Rusiya-Ukrayna müharibəsində gərginlik yeni və daha təhlükəli mərhələyə keçə bilər. Getdikcə daha çox Rusiya rəsmisinin taktiki nüvə silahından istifadə ehtimalını müzakirə etdiyi qeyd olunur. Kremlə yaxın bəzi dairələr hesab edir ki, hərbi vəziyyətin dəyişdirilməsi üçün bu mümkün variantlardan biri ola bilər. Məlumata görə, Çin və Hindistan da daxil olmaqla Rusiyanın əsas tərəfdaşları Moskvanı belə addımın son dərəcə təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Buna baxmayaraq, Kremldə bu xəbərdarlıqları nəzərə almamaq istəyən qüvvələrin artdığı iddia olunur. Taktiki nüvə silahları adətən daha kiçik və ya orta dağıdıcı gücə malik olur. Onlar böyük şəhərləri yox, əsasən döyüş meydanında yerləşən qoşunları, hərbi bazaları və digər hərbi hədəfləri vurmaq üçün nəzərdə tutulur. Məqsədi isə lokal hərbi üstünlük əldə etməkdir. Strateji nüvə silahları isə tamamilə fərqli miqyasda təhlükə yaradır. Onlar şəhərləri, sənaye mərkəzlərini və dövlətin strateji imkanlarını məhv etmək üçün nəzərdə tutulur. Qitələr arası ballistik raketlər, sualtı qayıqlar və uzaq mənzilli bombardımançılar bu silahların əsas daşıyıcılarıdır. Sadə dillə desək, taktiki nüvə silahı döyüş meydanında üstünlük qazanmaq üçün, strateji nüvə silahı isə müharibənin və hətta dövlətlərin taleyini dəyişmək üçün nəzərdə tutulur. Lakin ekspertlərin fikrincə, taktiki nüvə silahından istifadə belə geniş miqyaslı və nəzarətdən çıxan qarşıdurmaya səbəb ola bilər. Buna görə də Putin belə bir qərar versə, bu təkcə Ukrayna müharibəsinin deyil, bütün dünyanın təhlükəsizlik balansını dəyişə biləcək ən kritik addımlardan biri olacaq.